Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Sahlənin Mətbəx kanalında. Əziz izləyicilər, bugün biz çox gözəl bir salat hazırlayacağıq. Yalnız dadından doymayacaqsınız, həm də çox belə deyərdim faydalı bir salatdır. Bunu siz hazırlayıb adi günlərdə də, bayram günlərində süfrəyə verə bilərsiniz. Həm tez başa gəlir, həm az ərzaqlı, həm də çox dadlı və faydalı bir salatdır. Bunun üçün bizə nələr lazım olacaqdır? Deməli, gördüyünüz kimi burada çuğundurdu, bırakı, belə deyək də, yəni bəzi insanlar bırakı deyir, bəzi insanlar çuğundur. Bırakıdır, soğutma pişib sürkəşdən keçirilmiş, yumurtadır, soğutma pişib qabığı soyulmuş, sarımsaqdır, bir neçə diş, qoz ləpəsidir və mayonez təbii ki olmalıdır. Duz, istiot isə zövqə görə. İndi başlayırıq nə etməyə əziz izləyicilər? İlk öncə yumurtamızı bax belə bu şəkildə doğrayırıq. Yəni bir neçə hissəyə bölüb belə. Bax yumurtamız aralandı. Sarısı eybi yox. Bax belə bu şəkildə doğrayırıq. Deməli altdan bir yumurtamızı tökdükdən sonra bax belə çuğundurumuzu əlavə edirik. Nəyə görə çuğundurumuzu əlavə edirik? Çünki sonra bir də o yumurtanı tökəndə hamısı bir-birinə belə deyək qarışsın. Belə. Və yenə də yumurtamızı bir neçə hissəyə bölürük. Burada da belə çuğundurun rəngi yumurtaya keçir. Belə. Elədikdən sonra başlayırıq qoz ləpəmizi. Bax belə xırda-xırda doğramağa. Yəni bax belə. Bu şəkildə xırda-xırda qoz ləpəmizi doğrayırıq. Bu salat həm faydalıdır, həm də çox dadlı bir belə deyəlim salatdır. Deməli əziz izləyici, gördüyünüz kimi qozumuzu da bax bu şəkildə doğradıq və salatımıza əlavə edirik. Deməli və sonda isə belə deyək sarımsağımızı əlavə edəcəyik. Deməli sarımsağımızı xırdada doğraya bilərsiniz və belə xüsusi rəndələr olur pendir üçün, oradan da keçirdə bilərsiniz. Bax beləcə. Görürsünüz necə belə yaxşı olur. Xüsusən də indi sarımsaq yeməyin əsl mövsümüdür. Çünki havalar soyuyur, sarımsaq da çox faydalıdır. Yəni buna bax 3-dən 4 dənə belə sarımsaq gedir. Yəni kim istəsə, yəni az da edə bilər, elə belə tamı çıxsın bir dənə zat. Ancaq mən çox xoşladığımdan soğan sarımsaq, düzdür, bəzi insanlar soğan sarımsaq xoşlamır, ancaq faydalıdır valla. Həm faydalıdır, həm də bunları necə sevməmək olar, mənə çatmır. Bax belə. Elədik. İndi isə əziz izləyicilər, mayonezimizi əlavə edirik. Mayonez çox vurmuruq, bir damcı edirik. Və sonra əgər az olarsa, belə deyək, təzədən əlavə edəcəyik. Duz əlavə edirik zövqə görə.
Biz duz çoxundur, şirin olduğundan duz mən çox vururam və istiot, qara istiotdan əlavə edirik. Xüsusi tam verir qara istiot. Və başlayırıq qarışdırmağa. Baxın, gördünüz, çox gözəl bir salat alındı. İndi boşqaba qoyub süfrəyə vermək olar. Baxın əziz izləyicilər, beləcə salatımız hazır oldu və boşqaba qoyub süfrəyə təqdim elədik, yəni servis etdik. Bu qədər hazırlayın, çox dadlı və faydalı bir salatdır. Bu qədər, hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun əziz izləyicilər, salamat qalın.